Xeyir olsun hörmətli izləyicilər, Mübariz İnşaat MMC kanalının izləyiciləri. Bu günləri Mübariz İnşaat MMC-nin kampaniya gününün ilk günündən start verildi və bu münasibətlə oturduq bunu qeyd eləməyə. Mübariz ustamız, baş ustamız, şirkətin rəhbəri, layihə rəhbəri, həm baş ustamız öz arzularının tövsiyələrini vermək istəyir. Buyurun Mübariz müəllim. Çox sağ olun, söz verdiyinizə görə təşəkkür edirəm. Allah sizdən razı olsun, bütün belə işlərə də Allah razı olsun ki, yəni qəşəng bizdə işlər gedir. Bütün işlər möhtəşəm, yüksək səviyyədə də olur bizdə. Çox gözəl, ha, elə belə də yox. Yəni 160 manat kvadratını işləyirik. Heç bir şirkətdə o yoxdur. Bizdə produkt kampaniya olduğuna görə 160 manatdan çox yüksək səviyyədə işləyirik. Yəni belə material qarşıda gelirik. Yəni istəyən olsa danışırıq 320-yə, 400-ə, 420 manat arası dəyişir. Mübariz müəllim, eşitdiyimə görə bu yaxınlarda sizin bir əməkdaşlar bir status paylaşmışdı WhatsApp-da. Sizdə daxili kreditlə təmirlər də elə bir... Bəli, daxili kreditlər də var. Onların şərtlərini zəhmət olmasa deyərsiniz, bu izləyicilərimiz də yəni bilsinlər, anlayışı olsun. Şərtlər odur ki, qədər. Şərtlər odur. 30-40% ödəniş edirlər. Qalan 60%-ni aylığa bölürük. Baxırıq insana, məsələn, elə insan var ki, məsələn, biraz maddiyyatın çətinliyi var. Biz ona da kömək edirik. Bəli. Ona da güvəş edirik. Yəni ki, belə hər şeyə güvəş var. Bölürük aya, ilə, nə bilim, baxırıq onun ödənişlərinə. Deməli, burada bir izləyici yazır ki, Mübariz usta, Azərbaycanın daxilində işləyirsiniz, yoxsa bölgələrdə də gedirsiniz və yaxud rayonlarda, Bakı daxili, şəhər daxili, Bakı kəndləri? Bəli, çox gözəl sualdır. Bəli, mən daxilində də, bölgələrdə də, yəni ki, işlər gedir məndə hər tərəfdə. Yəqin ki, mən özümü reklam eləmirəm də, yəni ki, reklam eləməyə ehtiyac yoxdur. Yəni ki, məndə işlər çox yaxşı, yüksək dərəcədə. Bəziləri kimi reklam eləyim, pulla reklam elətdirəm, o düzgün deyil. İşə baxılıb qiymət verilir. Oldu, çox sağ olun, müsabiqə geçirir Mübariz usta. Allah xeyir versin, bütün işlər üzrə müvəqqətlər arzulayırıq, çox sağ olun. Allah sizə. Sağ olun.